İnanıram Fağıl, dedim. Onların da ümidini qaytarmaq lazımdır. Sən də inan. Kitablar, əsa, bura və buradakılar sənə əmanətdir. Fağılın səsi azacıq titrəyirdi. Zumğeyği Claudius kimi fitnə yuvasına tək girəcəksən? Mən sağ ola, qoymaram tək gedəsən. Alovun yanına gedirəm Fağıl, heç kimi özümlə yandırmaq istəmərəm. Sənə nəsə olsa hamımız yanarıq. Yox, əsla ruhdan düşməyin. Qayıtmasam, əmin olun ki, ümid həmişə var. Ülən də səninlə gəlsin. Şəhərin içində çox diqqət cəlb edər. Onda İltığın gəlsin, heç olmasa özünlə bir nəfər götür. İltığın Dur xanımın son evladıdır. Hə, bircə qalıb. Öləcəksə qoy səninlə ölsün. Bacı qardaşlarının təriqət uğrunda can verməsindən sonra özünü ləyaqətsizlikdə qınayır. Qoy səninlə getsin. Onun da, mənim də içim rahat olsun. İnancımız belədir ki, Xaqsac hamı üçün ölüm saatı təyin edib və o vaxt çatmayıbsa, alovun içinə girsən də ölməzsən. Keçmiş rəhbər olmağımdan birinci dəfə istifadə edərək deyirəm ki, İltığın da səninlə gəlsin. Daha etiraz etməyib razılaşdım. Fağıl məni qucaqladı. Ayrılmamışdan qabaq onu bərk-bərk bağrıma bastım. Lazım gəlsə, yaralını qəbiləyə yolla. Amma aparanlara de ki, özlərini izbimlə qoysunlar. Fağıl dönüb gözü ilə oğlunu axtardı. İltığın, hazırlaş, Zumğeyğ ilə gedirsən. İltığın tez qalxıb atlara tərəf qaçdı. Fağıl soruşdu. Sizdən xəbər çıxmasa nə edək? Xəbər çıxmasa, ölümə addımlayan igidləri tək qoymayın. Bəlkə bu fədakar döyüş, axan qanlar üstünü məğlub edər. Hər necə olsa biz qalibik. Xaqsacla olan həmişə qalibdir. Sonra üzümü hamıya tutdum. Hökm, Fağıldadır. Mən olmayanda nə desə onu edin. Hamı hara getdiyimi öyrənmək üçün sual dolu gözlərlə baxırdı. İltığın atını yedəkləyib gəldi. Jinjak da həm öz atını, həm də mənim atımı gətirdi. Sən gəlmirsən Jinjak, dedim. Onda məni elə burada dəfn edəcəklər. İltığın gülümsədi. Zumğeyğ, Jinjak mənə sədaqət andı içib, deyib ki, bir gün ölümə tərəf getsən. Mən arxanca gəlməsəm, öz əllərimlə boğazımı üzəcəyim. Mən də bu anda görə gülümsəsəm də başımı buladım. Sənin gözlərini yola dikmiş qızım var. Canım da, qızım da Xaqsaca əmanətdir. Burada qal Jinjak, burada da təhlükə ola bilər. Jinjak heç nə demədi. Rəngi soldu. Gözlərindəki işıq söndü. Qolları yanına düşdü. Elə bil, ruhu bədənindən çıxdı. Yaxşı Jinjak, dedim. Özünə gəl, bizimlə gedirsən. Birdən-birə canlandı, sevindi, Ülən dilləndi. Biz nə edək Zumğeyğ? Fağılın yanında qalın. Ülən etiraz etmədən yumruqlarını sinəsində çarpazladı. Jelkosek, Zumğeyğ, icazə verin mən də gəlim, dedi. Yaralının sizə daha çox ehtiyacı var. Jelkosek başını aşağı saldı. Üçümüz atlanıb şəhərə çapdıq. Yolda 4 nəfəri fikirləşirdim. 4'ü də mənimlə gəlmək istəmiş, ikisi gəlmiş, birincisi İltığın idi, özümə çox yaxın bilirdim. Heç ondan gəlmək istəyirsənmi deyə soruşmamışdım da. İkincisi Jinjak idi. Qal demişdim, amma nə hala düşdüyünü görəndə razılaşmışdım. Üçüncüsü Ülən idi. Mənimlə gəlmək istədiyindən soruşmuşdu ki, nə etsin? Amma elə itaətkar idi ki, 3 gün durmadan yeri desəm, yox eşitməzdim. Dördüncüsü isə Jelkosek idi. Fikirləşirdi ki, ona güvənmirəm və məyus oldu. Halbuki xoşbəxtlik onun da ovucundaydı. Baxış tərzindən asılı idi xoşbəxtliyi. Ümidi və inancla vəzifəsini yerinə yetirib, ümidli olsa, gələcəkdə yox, elə indidən xoşbəxt olardı. Alov bir dəfə ağır yaralanmışdı, itmişdi. Xəbər ala bilmirdik. Uzun axtarışdan sonra onu tapmışdım. Köhnə bir daxmanın zirzəmisində qoca pisnis tərəfindən müalicə olunurdu. Mənə də tapşırılmışdı ki, yerini heç kimə deməyim.
Bunun səbəbi vardı. Həmişə qüdrətli görünürdü, amma yaralı və zəif olsa pisnislər onu incidərdilər. Pisnislər zəif düşəni incitməyi sevirlər. Alovun yenə orada olacağını düşünürdüm. Zirə və silahlarımız görünməsin deyə qara uzun libaslara bürünmüşdük. Dilənçiyə, qoca xəstə qarlara ya da kahinlərə oxşuyurduq. Bəxtimizdən şəhərə giriş-çıxış açıq idi və tacirlər girişdə izdiham yaratmışdılar. Rahatca içəri girdik. İltihən dedi: "Jinjak, atlarımızı kərvansaraya apar. Biz də hərəmiz yolun bir tərəfində gözləyək ki, diqqət çəkməyək. Jinjak gələndə məsafə saxlamaqla ardınca gələrik." "Yaxşı, belə edək," dedim. Ətrafa baxıb gördüm ki, bir küncdə kötük var. Gedib üstündə oturdum. İltihən də uzaqdan mənə baxırdı. Birdən hay-küy qopdu. Yaxınlıqda yanğın başlamışdı. Sanki qəfildən olmuşdu. Alov, qara tüstü göyə qalxırdı. Diqqətlə baxanda gördüm ki, yanğın evdən başlayıb və mehmanxanaya da keçib. Hamı qaynaşırdı. İltihən də gözümdən itdi. İnsanların içindən tanış səs eşitdim. Bu Nikolun oğlu Clarice idi. Üzüyü hisə bulaşmışdı, qolundan dartırdılar. O isə çırpınıb qışqırırdı. Qulaq verəndə anladım. "Buraxın. Qızım yuxarıdadır. Axırıncı otaqda, sandığa girib, əminəm. Qorxanda həmişə ora girir." Bu sözlər mənə kifayət elədi. Mehmanxananın girişi alışmışdı. Keçmək mümkün değildi. Pişik kimi sürətlə yaxınlıqdakı ağaca dırmandım. Mane olduğu üçün qara libası çıxarıb küçəyə atdım. Ağacdan yarısı yanan evin damına tullandım. Oradan yürüb özüm mehmanxananın pəncərəsindən içəri atdım. Yuxarı qatdaydım. İçəri tamam tüstüydü. Üstəlik alov aşağıdan vurduğu üçün döşəmədə yanmağa başlamışdı. Hər yer ağacdan olduğundan sürətlə yanırdı. Öksürə axırıncı otağa qaçıb təpiklə qapını açdım. İçəridə sandığı gördüm. Doğrudan da içində balaca qız uşağı varmış. Qıvrılmışdı, titrəyirdi. 3-4 yaşı olardı. Qucağıma alıb sakitləşdirdim. Gəldiyim yolla qayıtmaq istəyirdim. Pəncərədən tullanmaq çətin olacaqdı, amma qaça-qaça getmək lazım idi. Öksürə bir neçə addım atmışdım ki, pəncərənin yan tərəfindən döşəmə çökdü. Yeganə yol alovun içindən keçirdi. Gözüm yerdəki su qabına və atılıb qalmış xalata ilişdi. Suyu xalatın üstünə töküb islatdım. Sonra uşağı büküb qucağıma aldım. Zavallı səssizcə ağlayırdı. Zirəhimin silahlarımın ağırlığına döşəmə dözməzdi. Ayağımın altındaca çöktü. Sadəcə qızı bağrıma basa bildim və aşağı yıxıldım. Boğula-boğula özümə gəldim. Deyəsən bir neçə saniyəlik huşumu da itirmişdim. Qız hələ qucağımdaydı. Arxası üstə yıxılmışdım. Bəxtimiz gətirmişdi. Çökən döşəmə demək olar yerdəki odu söndürmüşdü. Çiynimdəki kaman və oxlarım qırılmışdı. Təəssüflə Zenanın verdiyi o gözəl sadağı da yerə atıb qalxdım. Qızı sinəmə bastım. Çıxışı görmür, sadəcə təxmin edirdim. Qızı sinəmə sıxıb bağırdım və özümü odun içinə vurdum. Bir anda bütün bədənim isindi. Bir təhər özümü çölə atdım. Qızı dərhal əlimdən aldılar. Qızmış zirehim ilə insanları yara-yara bayaqki tərəfə qaçdım. Qara libasımı yerdən götürmüşdüm ki, biri məni bərkdən qucaqladı. Nikolun oğlu idi. Necə də fədakarsınız? Üzümə baxanda təəccübləndi. Kross? Cənab Kross? Mən də dostumu görməkdən sevincək olub güldüm. Yanğından çıxandan sonra əllərimi yumalısan. Xüsusilə də Krossu qucaqlamısansa. Gülüb bir də məni qucaqladı. Bağışla Claudius, əlavə etdim. Amma elə indicə getməliyəm. Axı, sonraya qalsın, deyə sözünü kəsdim. Dayan, tez əllərini ciblərinə salıb axtara-axtara dedi. Nəsildən nəslə keçən dəyərli mirasdır. Amma sən daha dəyərlisən. Ovucuma bir üzük düşdü. Sağ ol, Kross. Gülümsüyüb tez yerdəki libası qapıb geyindim. Üzüyü itirməyim deyə barmağıma taxdım. İltihən və Jinjakı tez tapdım. İltihən dedi, az qala itirmişdik səni. Gedək, vaxtımız azdır, dedim.
Tələsik oradan uzaqlaşdıq. İltiğin üstün hər şeyi bilirsə, burada olduğumuzdan da xəbəri var dedi. Kim deyir ki, hər şeyi bilir? Soruşdum. Jinjak cavab verdi. İblis kimi şeydir axı o. Heç iblis də hər şeyi bilmir. Xaksacın qarşısında üstün xacmadır. Xaksacın istədiyi odur ki, özümüzə və ona güvənməyi öyrənək. İltiğin dedi. İş özünə güvənməyə qaldısa, mən işi zay edərəm. Yox İltiğin, özünü axmaq sayan tələbə ustadın ona öyrədə biləcəyinə güvənməz. Özünə inanmasa, ustada güvənə bilməz. Özünə inan. Yəni ümidli ol ki, Xaksac səni xoşbəxt edəcək və sən də xoşbəxt ola biləcəksən. Bir qədər geri qalın. Məsafəni qoruyun, diqqət çəkirik. Mən içəri girəndə biriniz ardımca girsin. Digəri yola nəzarət etsin. Ovumuz uğurlu olsun Zümrə.